izləyicilər. 10 gün müddətinə çatan avtomobil dedik Palisad. Gəldi, çatdı inşallah. Gördüyünüz kimi tam ideal vəziyyətdədir. Rəngi yaş asfalt rəngdədir. Tam ətraflı çəkirəm ki, bu tərəfdən də tam şəkildə heç bir zədə, rəng, boya yoxdur. Bu tərəfində də düşəndə də konteynerdən zədələnməyib avtomobil. Burada bir dənə cızığı var. Kariyerdə gördüyünüz kimi o şəkildə göstərsəm görəcəksiniz. Burada bir dənə burasında yüngül cızığı var. Bir də bu detal kosmetik rənglənib. Rənglər də seçilmir. Tam şəkildə özüm görürəm, yəni videoda da görsənir. Təkərlərinə gəldikdə, iki təkər zəifdir, bu təkər zəifdir. Bu təkərlər tez-tezə alınıb qoyulub üstünə. Bu təkər də zəifdir. Bu təkər də tam şəkildə üstünə alınıb qoyulub. Sonra salondan da ki, cırıq sökük salonda yoxdur. Yəni bunu çəkirəm canlı şəkildə konteynerlə düşüb də, yəni əl maşını gezdirilməmiş çəkirəm ki, görəsiniz ki, maşın tam ideal sveji maşın olduğuna. 73.900 kilometrajı var. 2022-ci ildir. 23-24 modeldir bu. Alikantardandır. Hər şey işlək vəziyyətdədir. Yenə dediyim kimi, salonda cızıq, sökük, batıq heç nə yoxdur. Yaxın çizgi olunub sürüləcək avtomobil. Ağacı da qlaplı iləndir. Yəni bu 360 satansı var da bu üçün bonus olduğu üçün. Burada da ki, kojlar da var ki, cızılmasın deyə. Tam ideal vəziyyətdə. Xeyirli olsun inşallah. Qiymətini 68.500 manata deyirik inşallah. Real müştəriyə dediyim yüngül xərclər olanları, təkərlər də cızıqdır. Ona görə cüzi endirim edəcək. Baxın inşallah nə lazım olsa bizə yazın. Ətraflı yenə deyək sizə. Xeyirli olsun inşallah. Mühərriki də 2 dizel mühərrikdir. Mühərrik çox sakit vəziyyətdə işləyir.